Tikmədim özüm qalam, tikdim ki izim qala. Bir vaxtlar tanınmış imkanlı şəxslər tərəfindən tikilən evlərin indi bizə bir maddi mədəniyyət nümunəsi kimi yadigarı qalıb. Bu cür tikililərdən biri də Astara xan nəslindən olan Həmid Şabanoğlu'nun 19-cu əsrdə tikdirdiyi və 3 əsrə şahidlik edən yaşayış evidir. 2 dəfə yandırılan, böyük selə duruş gətirən və təkcə yaşayış yeri deyil, həm də bir müddət məktəb kimi fəaliyyət göstərən tikili. Bu, Astaranın Pensar kəndində yerli sakin Həmid Şabanoğlu'nun tikdirdiyi evdir. Həmid Şabanoğlu bölgənin tanınmış, imkanlı şəxslərindən olub. O, həm də xeyriyyəçi kimi də tanınıb. Həmid çox xeyirxah adam olub, insanlara xeyir verən olub, fəqir füqəraların tərəfdarı olub. Həmid Astara xanın nəvəsidir. Astara xanın nəvəsidir. Mehri xanım onun anasıdır. Anası da belə xeyirxah adamdır. Həmid Şabanoğlu eyni zamanda yerli əhalini də gərəkən məqamlarda müdafiə edib. Bu da onun ruslar və ermənilərlə tez-tez münaqişələrə girməsinə səbəb olub. Elə bu səbəbdən tikdirdiyi bu ev Həmid Şabanoğlu'nun ölümündən sonra 2 dəfə talan edilərək yandırılıb. Lakin sonradan yenidən bərpa edilib və hətta kənddəki Rus-Tatar məktəbi 2 ilə yaxın bu evdə fəaliyyət göstərib. Ev həm də 50-ci illərdə Astarada bir çox kəndləri yuyub aparan seldən xətərsiz qurtula bilib. Qırmızı kərpiclərlə, yəni yanmış kərpiclərlə tikilib ev. 10-15 kərpic yerin altındadır. Yəni binövrəsi çox möhkəmdir. Divarlar yuxarıda 80 sm, aşağıda isə binövrəsində 1 metr 20 sm-dir. Hazırda evdə Həmid Şabanoğlu'nun tüfəngi, xəncəri, sandığı və şəxsi əşyaları qorunur. 1986-cı ildə yerli əhəmiyyətli tarixi abidə statusu alan evdə indi 3 ailə yaşayır. Məhəmməd Rzayev, Elşən Əhmədov, Astara.